videoya başlamadan önce kanalımıza abone olmayı unutmayın. Hoş izlemeler. Herkese selam. Nasılsınız? İyi misiniz? Arkadaşlar kameramın şarjı 1%'di. İnşallah yarıda kalmaz. Yarıda kalsa zərtiqəyə taxıb devam edeceğim. Allah, hava o kadar güzeldi bugün. O kadar güzeldi, güneşliydi. Bugünü mütləq dəyərləndirmək lazımdır, gözəl keçirtmək lazımdır. İndi mən düşürəm Əsnadla Şəhriyar üçün səhər yeməyi düzəltməyə. Ondan sonra maraqlı bir şeylər düşünək, Şəhriyarın başını aldırdıq. Bizi gün ortadan sonra gəzməyə aparsın arkadaşlar. Gününüz uğurlu keçsin. Haydi let's go. Şəhriyarım bir bezi bir məməlimdən. Bu yazıq nə vaxt mahnı qoşur, bir şeye baxır. Mən deyirəm mahnı oxudun al videoya başlayırım. Nasılsın, iyi misin? Deyim ki, evdə mahnı, musiqanın sentri düzəldimdə, evdə mahnı səslənsin, yavaşı həzin. Hə, istəyir hər otağa kolonka qoysun, bir dənə sistemdən idarə eləsin. Bunun əlindən mən necə o sistemi qoşacağım burada, mənə çatmır da. YouTube izləyiciləri daha çox sevsin, yoxsa mahnını? Hə? Əlbəttə, YouTube izləyicilərimi sevir, mahnı da lazımdır. YouTube bir şey fikirləşsən də. Nasılsın Əsnad, iyi misin? Deyirəm ki, o kolonka sistemi qurulsa ən çox mənə sərf edir əslində. İndi misal üçün uşaqlara deyirəm ki, uşaqlar aşağıda paltarlar quruyub, onları yerləşdirin, mən təzə paltar sərim. Hamı özünü vurur, eşitməməzdir, üzüm çöndər gedir. Götürəcəm mikrofonu, bütün otaqlarda kolonka olacaq, deyəcəm, paltarları sərin! İndi gəl ki, heç kəs eşitməsin də onu. Heç kəs deyə bilmə, tualetə də qoydura bilirik aşkım. Gedib tualetə girməsinlər. Mən tualetdəydim, xəbərim olmadı deməsinlər. Həm də sən çiməndə eləyəndə xoşduysan mahnı qoşmağa. Nəysə arkadaşlar, buna yemək verməsən bunu danışdırırız. Bunu birinci qidalandırmaq lazım. Deməli, baharatlıklarımı dünən Əsi mənim üçün yuyub, üstündəki etiketləri təmizləyib. Əsi, bunu dolduracağım, etiketin sən yapışdırasan, yaxşı. Burada arkadaşlar, sarı kökümlə darçının var, indi onu birlikdə dolduracağıq, arxadakı etiketləri də üstünə yapışdıracağıq. 4 dənəsi də yedək qalır. Bu da səhər yeməyi üçün aldığım saxlama qablarıdır. İndi bu simitanı, pendiri zadı bu saxlama qablarına dolduracağım. Şəhriyar əmimiz də bizim üçün zeytun alacaq Zaftrika inşallah qısa müddətdə. Onları da dolduracağım boş qalan qabların içinə. Alacaq ki, qablarımız boş qalmasın. Niyə? Mən zeytin xoşlayıram. Onları yeməyək.